Qruplaşmanın tərkibində, məsələn, tək aviadaşıyıcıda 90 təyyarə və helikopter var. Təyyarə dedikdə bu təyyarələr qırıcılardan gedir. Yəni göyərtəyə enib qalxan qırıcılardan. Aha. Digər tərəfdən kəşfiyyat təyyarələri, AVAX-lar var. Onların belə adlandırılır. Uzaq radiolokasiya və erkən xəbərdarlıq. Yəni uzaq məsafələri görür və erkən xəbərdarlıq edir. Bu eyni zamanda da qırıcılara hədəfi göstərir. Hədəfi göstərir və həmin hədəflərə dəyən ziyanı dəyərləndirir. Yəni hədəfə raket dəydi mi, dəymədi mi? Hədəf sıradan çıxarıldı mı, çıxarılmadı mı? Başqa bir məsələ, İsrailin potensialı tamamilə döyüşə hazır vəziyyətdədir artıq bir neçə gündür. 35-ə yaxın 20-si Amerikanın, bir 13-14 ədəddə İsraildə var. KC-135 yanacaq dolduran təyyarələri, tanker təyyarə də deyirlər onlara. Yəni birbaşa olaraq qırıcılar, tutaq ki, İsrail ərazisindən və yaxud da İngiltərədən gəlib İranı bombalaya bilməzlər. Onların havada yanacaq almağı lazım gələcək. İsrailin 300-ə yaxın təyyarəsi var hazırda. F-16'lar da var, F-35 Adirlər də var. O Adir sözü bəzən çaşdırır insanlarımızı. Adir odur ki, F-35'ləri İsrail alandan sonra ABŞ-ın proqram təminatını sildi, öz proqram təminatını yazdı ki, ABŞ istədiyi vaxt o təyyarələrə müdaxilə edə bilməsin. Yəni istəyəndə mən deyil silah söndürürəm, filankəsi vurmayacaqsan. Amma İsrail öz proqramını yazıb deyə artıq o müstəqil şəkildə öz məqsədləri daxilində istənilən zaman istifadə edə bilir. Bunu hamıya da icazə vermirlər, onu da deyim. O ABŞ belə razılığı müstəsna hallarda verib. Başqa ölkələrdə məsələn rast gəlməmişəm. Burada Triton uzaq belə deyək, yüksək hündürlükdə uzun müddət kəşfiyyat apara bilən, müşahidə funksiyaları kifayət qədər güclü olan Triton puaları var. Onlar da fəaliyyətdədir, görünür artıq ərazidə. ABŞ-ın yaxın şərqdə 7 bazası var. Digər tərəfdən İngiltərənin də bazası var. Artıq İngiltərənin də təyyarələri, Eurofighterləri əraziyə köçürülüb, Qətərə. Qətərdə ABŞ-ın bazası var. İndi ümumilikdə 10-a yaxın baza yaxın şərqdə yerləşib, üstə gəl aviadaşıyıcı zərbə qruplaşması oradadır. Üstə gəl mühafizə gəmiləri, orada Patriot hava hücumundan müdafiə sistemlərinin PAK-3 zenit raketləri ilə təchiz olunan döyüş gəmiləri var. Mühafizə, müdafiə məsələsində ABŞ-da elə bir boşluq artıq məncə qalmayıb. Söhbət zamanın seçilməsidir. Nə zaman vurulacaq? Zaman məsələsi. Üzr istəyirəm, hörmətli Ədalət bəy. Tamaşaçılarımızdan da müəyyən suallar var. Misal üçün, İranın vurulması rejimin getməsinə gətirib çıxaracaqmı? Misal üçün, Türkiyənin Xarici İşlər Naziri hörmətli Hakan Fidanın da çox maraqlı açıqlaması oldu ki, deyir ki, mən düşünmürəm ki, bununla rejim dəyişsin. Siz necə hesab edirsiniz? Vurulması ilə ümumiyyətlə əvvəllər belə bir təcrübə var idi. İrana xarici müdaxilə olanda etirazlar olsa da xalq birləşirdi. Bəs bu dəfə necə? Valla düzdür, biz deyirik xalq birləşirdi. Amma mən məsələn dəfələrlə görmüşəm ki, İranda belə videolarda var ki, düşmən İran ərazisinə zərbə endirir, məsələn İsrail. Əhali çölə çıxıb İsrailə dəstək şüarları səsləndirir. Yəni İrandan vəziyyət insanın qarnı tox deyilsə, sən onu düşmənə qarşı konsolidasiya edə bilmirsən və yaxud da tam konsolidasiya edə bilmirsən. Yaxşı, İran əhalisi Xameyni rejimindən məmnun idisə, o aksiyalar nə idi? Ölkənin bütün hər tərəfini bürümüşdü. Onlarla 100-dən çox şəhərdə aksiyalar keçirilirdi. İnsanlar rejimə qarşı çox sərt ifadələr işlədirdilər. Baxın, Maduro'nu da çox alqışlayırdılar, Səddamı da çox alqışlayırdılar, Qəddafini də çox alqışlayırdılar, Əsədi də alqışlayanlar vardı. Amma gedəndən sonra nələr baş verdi? Toy bayram elədi xalq.
Bildinizmi? Bəlkə də bu gün hansısa bir qorxu, nə bilim, ehtiyatlılıq, nə bilim, polis dəyənəyi ola bilsin, edam belə İran əhalisinin gözünü bir qədər qorxudub. Amma ABŞ prezidenti nə dedi aksiyalar vaxtı? Kömək yoldadır. Və indi o kömək də İranın ətrafında cəmləşib. İndi Trump əgər bu xalqa divan tutan rejimi dəyişməzsə, o zaman dünyanın gözündə Trump nə olacaq? Tənqid Yalancı obyekti. çıxacaq. Ən azından yumşaq şəkildə deyirəm. Yox, əgər dəstək verməyəcəkdinsə, bu insanları sən bilirsən, Sepah nə deməkdir? Sepah bir terror qruplaşması kimi bir şeydir. Zaten bir çox ölkələr onu terror qruplaşması kimi tanıyır. Avropa parlamenti tanıdı bir neçə gün əvvəl. Bəli. İranın indiyə qədər, bax, dünyanın ən varlı ölkələrindən biridir. İranın çox böyük ehtiyatları var. Amma o qədər onu beyinsiz bir şəkildə istifadə ediblər ki, xalq aclıqdan küçələrə çıxır. Baxın, İranın pulu hardadır? Əsasən Sepahda. Əsasən Xamneyin ətrafında olan o başı motalpapaq mollaların cibində. Fondlar yaradıblar müxtəlif. Pezeşkiyan da bir dəfə ona işarə vurdu. Dedi ki, biz problem həll eləyə bilmirik ki, pul yoxdur, pul hamısı ayrı-ayrı fondlarda yığılıb. Fondlar kimlərdir? Motalpapaqlardan. Pulu veriblər Həmasa, pulu veriblər Hizbullaha, pulu veriblər nə bilim Sebaha, Ənsarallaha və sair və ilaxır kimi İraqdakı o şiə qruplaşmaları, İsraildəki qruplaşmalar və sair və ilaxır. Niyə? Nə var ki, İran orada öz təsir imkanlarını qoruyub saxlasın, regionda baş verən proseslərin nəzarətində olsun və yaxud da orada İranın iradəsi olmadan heç bir proses həyata keçirilməz. Sonunda biz İraqı da gördük, Suriyanı da gördük, nə bilim Liviyanı da gördük, indi Venezuela'ya salam verirdilər, oranı da gördük. Bir Çin deyilsə, Çin və Rusiya, onların ətrafında çox yaxın orbitdə fırlanan kim varsa, hamısı bir-bir vurulacaq. Yəni Çin və Rusiyanın ətrafını təmizləyib, ABŞ keçəcək, tutaq ki, zəif olan Rusiyanı budamağa. Yəni, indi durub Rusiyanı, İranı hamısını eyni vaxtda əl gəzdirə bilmir. Digər tərəfdən Rusiya-Ukrayna müharibəsini dayandırmağa söz verib, ona görə də Rusiya ilə müharibə vəziyyətinə girərsə, bu ümumiyyətlə mümkün olmayacaq. Görünən odur ki, İran özü özəli ilə elə bir quyu qazıb, böyük bir quyu qazıb. Bu quyuya da İran indi o mollaları özü düşüblər. İndi bu quyudan çıxa biləcəklərmi, çıxa bilməyəcək fərqlidir. İndi təbii ki, cənab Fidan böyük məlumat və belə deyək, xüsusi xidmət orqanlarının məlumat bazasına malikdir. Ola bilər, o desin ki, bu çıxış yolu deyil, yəni Xameyni rejimi dəyişməyəcək. Amma inandırıram sizi ki, dünyada elə gözlənilməz hadisələr baş verir ki, kim Maduro'nun həbsindən bir gün qabaq deyə bilərdi ki, Maduro arvadı ilə yataq otağından götürüləcək və ABŞ-a aparılacaq, ABŞ-ın küçələrində barmaqlıqlar arasında insanlara nümayiş etdiriləcək. Bunu kimsə deyə bilərdimi, ağlını gətirə bilərdimi? Yox. Bəşər Əsəd getməmişdən bir gün öncə kim deyə bilərdi ki, 10 illərlə ata-bala oturduqları kreslodan Əsəd qorxub qaçacaq. Bəs Əsəd də az xalqın qanına susamamışdı. Ona görə də mən bu proqnozlarda biraz daha optimistəm. Mənə elə gəlir ki, bu dəfə də ABŞ Xameyni rejimi ilə məsələni həll etməsə, o zaman gülünc bir vəziyyətə düşəcək. Həm İran xalqı onu tənqid eləyəcək ki, buna görə gəlmişdin oradan bura. Və kömək yoldadır, arxain olsunlar, məsələ bitəcək, həll olacaq və s. Ona görə də Trump biraz bu dəfə daha qərarlı görünür
və daha sərt davranması ehtimalı da böyükdür. Hiss edirsinizsə son zamanlar bir Ukrayna-Rusiya məsələsində biraz səbirli davranmır, amma intensiv bir görüşlər gedir. Ən azından artıq hər iki tərəf birbaşa kontakta girməyə razı olur. Amma yenə də doğrusunu cənab Fidan bilər. Mənim bildiyim odur ki, Xameyni də gedəcək. İran da nöqtə zərbələrinə məruz qalacaq və bu müharibədə müəyyən sürprizlər olacaq İran mollaları üçün. O əvvəlki müharibəyə baxmayaq. Onu İsrail başlatmışdı, ABŞ qurtarmaq üçün o nöqtəni vurdu. Nöqtəni qoydu daha doğrusu o beton dələn bombalarla. Amma bu dəfə fərqli olacaq. Geniş miqyaslı bir müharibə gözləmirəm, quru əməliyyatları gözləmirəm. Amma idarəetmə orqanları, Sepahın komanda məntəqələri, idarəetmə məntəqələri, keçdik bəzi nüvə obyektləri, tədqiqat institutları və s. olar. Bir də siyasi rəhbərlikdən nə bilim təxmin indi bəziləri 50 deyir, bəziləri 40 deyir. Amma bu rejimin başında duran 3-4 adam var da Xameyniyə qarşı. O getdisə bitdi iş, bağlandı. Xalq onda ayaqlanacaq. Sepahın vurulması şərtdir. Sepah olmadan İran rejimi xalqı bu qorxuda saxlaya bilməz. Sepahın vurulması oradan başlayacaq. Kilit nöqtəsi Sepahdır, bəsicdir. Bəli.